Herkese salam dostlar. C++ Bool mövzumuza xoş gəlmisiniz. İlk öncə onu qeyd edim ki, Bool əslində bir dəyişən sayılır və mən bunu dəyişən videomda da əlavə edə bilərdim orada dəyişən videoma da. Amma bunu əlavə etməməyimin səbəblərindən biri isə o digər göstərdiyim 4 dəyişən ən ön planda olan dəyişənlərdə ən çox ondan istifadə edilir. Bir dənə qalır geriyə 5 dənədən Bool. Bool isə arxa planda olan bir dəyişəndir, ikinci planda. Demək, istifadə edildiyini görməmisiniz. Elə də ehtiyac yoxdur proqramlaşdırma, C++ proqramlaşdırmasında. Amma yenə də belə bir dəyişən var. İlk öncə include string using namespace std int main. Bool nədir? Məsələn, Bool'la dəyişən yaradaq. Olsun, dəyişənimizin adı meat, yəni ət, bərabərdir true. Gördüyünüz kimi, digər dəyişənlərdə, məsələn, string olsun, söz daxil edirik və söz adi olduğu kimi qara rəngdə qalır və istədiyimiz sözü daxil edə bilərik. Rəqəmdə o qara rəngdə qalır və istədiyimiz rəqəmi daxil edə bilərik. Digərlərində də eyni üsul. Amma Bool'a gəldik ki, Bool'un ən elə digərlərindən fərqləndirən xüsusiyyəti də burasıdır. Bool'da ancaq 2 dənə dəyər ola bilər. True və yaxud false. True 0 demək. True 1 deməkdir. Bool, məsələn üçün fish adını bir dəyişən yaradaq. O da false olsun. Bu da ki 0 deməkdir. False isə 0 deməkdir. Məsələn, bu false yazmışam. Bunun əvəzinə məsələn mən sualım yazsam qəribə başa düşəcək. Ona görə bu belə olmalı deyil. Gördüyünüz kimi Bool meat bərabərdir true, yəni 1. Bool fish isə bərabərdirsə false, deməli 0. Yəni ekranda 1 çap edəcək meat-ə, fish isə 0 çap edəcək. İndi bura count fish, yox, count meat end line və aşağıda count fish end line return 0. Can kodu çalışdıraq. 1 və 0 niyə belə verdi deyə bilərsiniz. Çünki burada da qeyd etdiyim kimi true həmişə 1 olur, false isə həmişə 0 olur. Bu, necə deyim, informatikada da var. Kompüter kodlaşdırma dili deyim belə 0101, məsələn n ədədi, n hərfi qeyd edim bura bərabərdir. Məsəl üçün yazıram, yəni bu dəqiqliyə məsələn belə yox. Məsələn, n ədədi, n hərfinin qiyməti bu cürdür, 0 və 1-lərlə bu cürdür. Digər hərflərində fərqli cürdür. Burada da o mənada bildirir, lakin bu biraz fərqlidir. True var, yəni belə deyim də. Məsəl üçün, gəlib bir adam sizdən soruşur ki, sizdə balıq var və yaxud ət var. Soruşur, ət var, sizdə deyir ki, true, yəni var, 1. Amma sizdən soruşur ki, məsələn, false. Sizdən soruşur ki, sizdə balıq var, fish var, deyir ki, false, deməli yoxdur. 0 dənə var, burada da 1 dənə, 0 dənə var, yəni deməli yoxdur. 1 dənə var, deməli bizdə true var da ətimiz, narahat olmayın. Yəni bunun da məntiqi bu cür idi. Ümidvaram anladınız. Növbəti videoda görüşənədək.